Salam dostlar, xoş gördük hər birinizi. Dostlar, Mr. Benzin belinə keçən il 2 dənə belə işıq düzəltmişdim. Bunlar. İndi bunları da açalım. Oldu 4 dənə. Bunda 29 min neçə idi. Bunda 24 səhv eləmirəmsə. Altta videoda 24, bunda da 10, onda bu 20, 29 da bunlardadır. İndi bunları düymələrini nətər eləmişəm. Onu göstərim, baxın. Bu da düymələri. Bu açıq bağlayır. Yani yandırıb keçirir. Bu da selektor vurandır. 2 dənə düymə ilə. İndi bunları nətər çəkmişəm onu ətraflı dəqiq izah edeyim. Deməli, dostlar, buradan mənim maqnitofonum baxın. Zamokda açar da yoxdur. Bağlıdır zamok. Mənim maqnitofon zamokdan ayrı işləyə bilir. Ayrıflar, baxın, açıldı maqnitofon. Zamokdan ayrı işləyə bilir. Nətər eləyiblər onu bilmirəm. Yəni burada maqnitofona daimi mənfi müsbət cərəyan gəlir. O şunurdan bir mənfi bir müsbət çıxartdım. Daha doğrusu o şunura bir mənfi bir müsbət bağladım. Maqnitofona gələn şunura. Mənfi tayı birbaşa yuxarı işıqlara gidir. Müsbət tayı buradan torpedonun içindən, bunun altından gəlir. Bu qapaq sökülə bilir, bu Skorsin divi. Maqnitofon da çıxır. Nə bilim, lazım olsa bura bütün sökülə bilir. Bu çıxır. Bunu çıxartdım. Buradan şunur gəlir torpedonun içindən. Bu düymeye. Oradan da bu düymeye gəlir. Yəni bu düymələrin ikisinin də funksiyası əslində eynidir. Qoşulma prinsipi. Sadəcə biri yana saxlayır. Biri selektor vurur. Basıb buraxanda düymə geri çıxır. Həmən müsbət şunur buradan gəlmir. Geri torpedonun altından. Gedir torpedonun içindən orada. Bax burada. Kapotun bu küncündə perdaxrantel bloku var oradan. Onun dibindən değişik yer var torpedoya keçməyə, şunur keçirməyə. O deşiklərin birindən, baxın burada göy rənglə palıd rəng şunur, bilmirəm görə bilirsiniz. O şunurlar oradan gəlir. Bu reyzinin altından qabaqla bulun, baxın. Yan reyzinin altından gəlir. Burada üzə çıxır. Burada üzə çıxır. Burada da gəlir faralara bir qoşula o tərəfə gedir. Bu istəyirsiniz bir də yandırım yoxlam. Baxın bu düymə basanda yanır. Bu düymədə vurub buraxanda baxın selektor verir. Bu da bundan ötürüdür. Bu kağızda da açıq aydın çəkmişəm, birazdan izah edəcəm bunun nə olduğunu. Videoya axıra qədər baxın. İndi dostlar, bunları bir izah edeyim, hansı nətərdir. Baxın. Əlimi ayağımı cızdırmışam. Bu mənfi ilə müsbət çıxış. Baxın, bizim maqnitofondan ayrılan şunurdur. Yəni maqnitofona da gəlir o şunur. O belindəki işıqlara da gəlir, bayaq yandırdığım. Ayrı da oradan nə istəsəm də qoşa bilərəm də, daimi müsbət cərəyan var orada. Yəni zamok açıq oldu, olmadı, fərqi yoxdur, orada tok olur. Baxın, mənfi şunur, bu qara rəng, daha doğrusu mürəkkəb rəngi olan gedir. Birbaşa faraların bir mənfilərinə bağlanır. Hamısında mənfi. Müsbət şunur. Gene gedir faraların bir müsbətlərinə bağlanır. Yəni faraları bir-birinə bağlamamışam. Hamısını bir şunurlara bağlamışam. Bu da bizim düymələrimizdir. Baxın, bu yaxınlaşdırayım. 4 künc olan düyməmiz. Bu sarı düymədir, işığı daimi yana saxlayan.
Bu yumru düymədə bu qırmızı düyməmizdir, selektor vuran bu. Bu maşının özünü zavaz qoydu, bu yan güzgüləri tənzimləyən düymədir bu heç. Bunu da nətər qoşmuşam dostlar. Baxın, müsbət şnur o düymənin iki tərəfinə, bir tərəfindən girir, bir tərəfindən də çıxır. Düymədə giriş-çıxışlar olur da. Həmin giriş-çıxışlara ikinci düyməyi də bağlamışam. Yəni bu düyməyə də basanda yanır işıq, bu düyməyə də basanda yanır. Sadəcə burada düymələrin funksiyaları fərqlidir ki, biri basılı dura bilir, yəni işığı yanıqlı saxlaya bilir. Biri basılı durmur. Barmağımızı çəkən kimi düymə geri qalxır. Təkrar göstəreyim sxemamı. Əgər istəsəniz bunu screen eləyib götürə bilərsiniz. Lazım olar işlədərsiniz hardasa. Maşına işıq çəkəndəm ya da böyle işıq çəkməyə də əslində eyni sistemdir. Yəni iki düymə ilə ya da tək düymə ilə ola bilər işıq çəkmək, fərqi yoxdur. Təkrar deyirəm, baxın, düymələrin ayağında çıxışlar olur da, iki dənə şnur bağlanma yeri olur. Olardı. O biri yumru düymədə də, qırmızı düymədə də iki dənə şnur bağlanma yeri var idi. İkisini də eyni qoşdum, baxın, şnurlar qırmızı rənginə çəkmişəm. Eyni qoşmuşam ki, bunun hasına bassaq belindəki işıq yanacaq. Sadəcə yenə deyirəm, biri yana-yana saxlayır, biri selektor vurandır. Bunu da niyə düzəltmişəm dostlar, o ışıqları yəqin ki, sizin də rastınıza çıxmış olar. Qaranlıqda dalniyi keçirmir bəzi şoferlər, bəzi qanmazlar dalniyi keçirmirlər. Bunları ondan ötürü qoşmuşam. Əslində bunları yolda daimi yandırsan cəriməsi var, nə qədərdir bilmirəm, amma asfaltda bunları yandırmaq olmaz. Bunlar əslində offroad işıqları gedir ki, yəni çöldə, meşədə yandırmaq olur bunları oyçulğazıda gedəndə, amma qanmazlardan ötürü mən asfaltda bunları məcbur selektor vurmalı oluram. Qanmayanda yana-yana saxlayıram bir neçə saniyə. Yanımdan keçib gedənə qədər o adam, o da işini bilir, başa düşür. Təpəsinə dəysin, başa düşməyi də biraz gec olur, amma yəni ən azından nervlənməkdənsə bunlar yaxşıdır. Bu arada qiymətlərini də deyim dostlar, bunların 4 dənəsi 50 lirədir. Bu ikisini baravar almışdım, bu yekələri. Bunları da baravar almışam. 2-2 satılırlar. Tək-tək də satılır, amma tək-tək biraz daha olur.